Qaqa şotu verdim də mən. 7 manatımı atla dedim kart atacağım. Qaqa bax. İndi limiti keçmişəm, eşidirsən. Gündə 5 dəfə göndərmək olur da, bilirsən də təzə limit qoyulub. Sənin puluvu deməli nə vaxt göndərəcəm gələn həftənin 3-cü günündə. Ay limiti keçmirsən, sabah göndərdən 12-ni keçən kimi birinci mənə yaz da. Başqa göndərəsi yerlər var da. Sabah başqa uşaqlara söz vermişəm. Onlara da demişəm ki, şotu sən ver, kartımı atacağam. Başa düşdün? Belə yaşamağa nə var ya, şey var. Səni yazdım, bax gələn həftənin 3-cü günü sənin puluvu göndərəcəm. Limiti keçməmiş. Gec deyil qardaş, mənə indi lazımdır qardaşım. Orada limiti mən qoymamışam ki, mən neyiniyim? Nə qədər kartında pul var? Kartı göstərmək olmaz, düşər-düşməməzlik olur. Nənəm həmişə deyib ki, uşaq idim mən. Mənə dedi ki, abala, ay nəvə, kartını heç vaxt heç kimə göstərmə. Arvadın vaxtında kart var idi özəndə, baxsısan. Yox idi. Bəlkə arvadın kartı var idi, sən nə bilirsən? Gedək, neysə, bu söhbət də belə öldü.